Salam, hər vaxtınız xeyir olsun. Gəlin baxalım. Tutduğunuz şəxslə görüş, danışıq necə keçəcək? Belə bir açım eləmək istəyirəm. 3 variant olasıdır. Bu daş belə daş. Bu rəngdə. Bir də bu rəngdə. Bu daşdan başlayıram. Baxın, görüşünüz necə keçəcək? Tutduğunuz insanla görüşünüz necə keçəcək? Baxın, burada bu insan yaxşı fikirdədir, sizə kömək edə biləsi insandır. Burada maddiyyat çox rol oynayır, yəni işdir, puldur, sevgi zat çıxmayıbdır. Yəni mən burada görmürəm. Sevgi mənasında kart çıxmayıb. Burada iş görüşü görünür. Pul barədə danışıq görülür. Tutduğunuz insan yaxşı fikirləri var və sizə kömək də eləmək fikri var. Yaxud da ki, pul probleminizi, yəni sizi dərd çəkəsi nə varsa sizə kömək eləmək istəyir bu insan. Amma %100% burada bir kişi xəyalağı daha da var. Burada kişi xəyalağını göstəriblər. Əgər sizin variant deyilsə, başqa variantı seçin. Çünki burada kişi xəyalağına söhbət gedir. Bu insan kişi cinsindədir. Və bu insana başqa bir kişi xəyalağı nəsə deyib körləyə bilər sizin münasibətinizi və yaxud da ki, bu insanı fikrindən daşındıra bilər. Yaxşı göstərir özünü, yalancı, fırıldaqçıdır. İnsan həqiqətən də pis insandır. Amma özünü yaxşı göstərir tutduğunuz şəxsə. Belə bir %100% belə informasiya. 200-də maskalar taxır həmən şəxs. Baxmaq istəyirəm. Bu bir insandan da sizə problem yarada biləcək. Sizin hissləriniz var. Siz münasibətdə ola bilərsiniz. Mişaçılıq eləyə bilərsiniz. İnsanla münasibətdə ola bilərsiniz. Yəni, sevgidir, ailədir. Amma bu insan pis insandır. Sizə yaxşılıq arzu eləmir. Yanınızdayı. Kimlə bir sevgi münasibətdəsinizsə, o insan sizin hər şeyinizi körləyə bilər. Bəli, bu insan sizə çox kömək edə bilər. Tutduğunuz insan sizə çox puldur, maddiyyatdır, oxumaqdır, yeməkdir, işlə, güclə, hər şeyinə kömək edə bilər tutduğunuz insan. Amma sevdiyiniz insan mişaçlıq edə bilər. Ola bilsin, kişi xəylağısız, kişi tutubsuz burada görüş, iş görüşü. Burada bir başqa kişi xəylağı sizə qarşı bu tutduğunuz şəxsi yönəldə bilər, nəsə deyə bilər. Biraz ehtiyatlı olun. Bu planı, bu görüşü heç kəsə deməyin. Və bu birisi insan da deməsə daha yaxşı olar, daha yaxşı keçər. Bəli, daha yaxşı keçər ki, heç kəs bilməsə bu danışığı, bu görüşü. Qədər. Pozisiyanı qutardıq. İndi baxalım. Sizin görüşünüz nədir keçəcək tutduğunuz insanla. İkinci pozisiyada.
Bu insan %100% haralarasa gedir, müraciət edir. Əməlbazlar da ola bilər. Burada kart var. Qadalka kartı, açar var. Bu gedən insandır. Bu siz kimlə görüşmək istəyirsiniz? Bu insan gedəndir. 1 il yox, 5 il yox, həmişədən gedəndir belə bir yerlərə. Çox pis fikirləri var beynində sizə qarşı. Qəddar insandır, krısa insandır. Yəni yaxşı bir insan deyil. Pulu bax qoruyucusu da var. Talisman da elətdirib. Bu insan qoruyucu da qoyub özünə. Sizə qarşı nətər insandır bu? Deyə bilərəm sizin münasib, bax, bu pozisiyanı kim tutubsa mən də deyirəm. Yəni sizə adiyyatlı deyilsə, deməli başqa pozisiya seçirsiniz. Burada bu insan sizi itirib ola bilsin, usta da ola bilərsiniz. Siz geri qaytarmaq istəyirsiniz. Sevgi münasibətində yaxud iş münasibətində ola bilər. Bu insan tutduğunuz sizi qaytarmaq istəyir. Hər yerə də əl atır, hər şeyə də əl atır. Yəni bu yaxşı bir insan deyil. Amma ki sizə bağlıdır. Sizə bağlı bir insandır. Görüşünüz də ki, nə deyim, özünü tutduğunuz insan istəyəcək ki, yumağa. Yəni siz pissiz, sizdə səhvlik var, heç həyat boyu öz günahını boynuna alası deyil. Çox çığırandır, yəni yüksəkdən danışan biri ola bilər. Belə özünü düzgün, özünü ağıllı və özünü güclü bilən adamdır. Baxın, usta kartı, mak çıxdı buna. Mən hamıdan ağıllıyam, mən hamıdan güclüyəm, mən hamıdan təmizəm. Yəni günah bu insanda olsa belə istəyəcək ki, düşünsünlər ki, sizdə olub günah, sizdə olub kəsək. İndi sizə qarşı nə düşüncədədir? Qaytarmaq istəmək düşüncəsindədir. Münasibətinizi bərklətdirmək, stabilləşdirmək istəyir, yaxşı olsun. Amma özlərində İşlər görmür. Bu insan sizə yalan danışacaq. Bu insan kimdirsə yalan fırıldaqdır. Yəni bu %100 yalancı insandır, tutduğunuz insan. Yəni görüş kimləndirsə. Qadın kişi fərq eləməz. Kim tutsa, bəli. Baxın, qadın kişi fərq eləməz dedim sizə. Bu tutduğunuz şəxsdən qorunun. Bu insandan sizə ziyan gələ bilər. Yəni siz dözəsi ola bilərsiniz, siz bəzi şeylərə göz yuması ola bilərsiniz, xəstələnə bilərsiniz. Yəni siz özünüz də çox gözəl bilirsiniz bu insan necə bir insandır. Yaxşı bir şey görmürəm. Amma bu tutduğunuz insan hər yerə əl atacaq ki, sizlə münasibət düzəlsin. Dəyişikliklər də eləməyəcək öz üzərində işləməyəcək bu insan. Sizə yalan danışacaqdır. Özünü yalandan güclü də göstərə bilər. Şantaj, montaj, belə şeylərə yol verməyin. İnanmayın. Sizin pozisiyanınız necədir burada? Amma siz güclüsünüz bu insandan. Bu insanın siz güclüsünüz yəni. Sizi yaradan qoruyur. Siz yaradanın yolundan gedirsiniz. Yəni siz hər şeyi bilirsiniz. Nə cavab vermək lazımdır? Bu insandan qaçmaq mı lazım, barışmaq mı lazım? Siz ürəyinizdə bilirsiniz. Yəni beyninizlə də, ürəyinizlə də. Apaslı insandır. Lazım deyilsə bu insan, yəni münasibətdə pul ola bilər, xeyir ola bilər belə barədə, amma insan dəyişiləsi deyil. Bu qədər. İş planıdırsa dahi bu insan fırıldaqdır, bu insan yalancıdır. Özünə komfortlu olsun deyə sizlə istəyər, yəni yaxşı olsun. Münasibət düzəlsin istəyər belə.
üçüncü pozisiyaya baxalım. Görəyim tutduğunuz insanla görüşünüz necə keçəcək. Kişi xaylağı baxırsa bu dəqiqə sizin üçün çox gözəl keçəcək. %100% bu görüş. Və burada nəsə dokument işləridir, burada alğı-satqıdır. Burada sizin taleyinizə çox bir önəmli bir hadisə olacaq bu görüşdən sonra. Siz bir şey bilməlisiniz ki, burada общий tanışlıq varsa əgər, bu insana informasiya verirlər, bu insana xəbər verirlər sizin barənizdə. Nəsə deyilir bu insana. Ortanızda bir insan var, gizli danışır bu insanla yəni. Telefon danışığıdır özdə. Uzaqda da ola bilər həmən insanla, yaxud da siz uzaqda ola bilərsiniz. Özünüzü təmizə çıxarda biləcəksiniz rahat. Yəni, kişi qadın fərqi yoxdur baxan kimdirsə. Rahat özünüzü təmizə çıxarda biləcəksiniz. Pis şey deyilibsə, boşa çıxasınız həmən insanın sözləri. Sizə qarşı bu insan, tutduğunuz şəxs konfliktdən bu dəqiqə nervli ola bilər. Amma yaxın gələcəkdə sizə qarşı dəyişikliklər olasıdır. Biraz necə deyim, informasiya düzgün çatdıra biləcəksiniz. Yəni sizi başa düşəcək bu insan, sizə inanacaq, sizlə razılaşacaqdır. Общий biznes ola bilər. Nəsə bir yerdə məşğul olarsınız. Gizli münasibət barəsində burada deyilir. Nəsə gizli münasibət var. Sevgi barəsində baxırsa kimsə. Burada münasibət var. Burada nəsə bir qüvvə var aranızda. Amma bu təmizlik işi olandan sonra, qoruyucu qoyandan sonra işləriniz düzəlir və yaxşı gedir. Sizin aranızda, siz tutduğunuz insanın arasında məsləhət verən olsa, böyüklərdənmi, iş yerindənmi, kimdənsə, sizin üçün çox pis olar. Heç kəsin məsləhətinə qulaq asmayın. Ağıllı sözlərinə qulaq asmayın. Yoxsa aralaşa bilərsiniz. Dost kimisinizmi, sevgilimi, hər nədir, ayrılıq ola bilər. Əgər ortaya kimsə girib məsləhətlər verməyə başlasa. Bəli, bu məsləhətlər pis ola bilər sizin üçün. Yəni, yaxşıya gəlməyəcək belə. Görüşünüzün itoğu yaxşıdır. Oturu yaxşıdır. Yəni. Belə dostlar. Abunə olun kanalıma və yeni görüşürüz.